Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Günün ən son və ən aktual xəbərləri ilə qarşınızdayıq. Bugün ölkə və dünya gündəmində diqqət çəkən hadisələr yaşanıb. Bəzi vətəndaşların kredit faizlərinin dövlət tərəfindən qarşılanması ilə bağlı rəsmi açıqlama verilib. Pensiya və əmək haqlarının ödənilməsi qaydası barədə vacib məlumat yayılıb. Macaristanda deputat maaşlarının azaldılması qərarı müzakirələrə səbəb olub. Bunun Azərbaycanda mümkün olub-olmaması sual doğurur. Məhkəmə afət fərmanqızı ilə bağlı qərarını açıqlayıb. Həmçinin 14 illik həbsdən çıxdıqdan sonra yenidən qətl törədən şəxsə ömürlük həbs cəzası verilib. Ətraflı videomuzda. Kənd Təsərrüfatı Nazirliyi bir illik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Bu barədə Nocoment Aza Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək. Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19%-ədək müəyyən edilib. Bu kreditlər çəltik, qarğıdalı, darı, sorğu, digər dənli və dənli paxlalı bitkilər, buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər, pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi AKELA tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər. Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə elektron kənd təsərrüfatı informasiya sistemində ektis bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər. Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərmanına əsasən dövlət büdcəsi hesabına AKELA tərəfindən maliyyələşdiriləcək. Azərbaycanda vətəndaşlar pensiya, əmək haqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Nocoment Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acırqayev Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026-da çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır. Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonraki mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası ani ödənişlər sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır, deyə o qeyd edib. Macarıstan parlamenti yeni baş nazir Peter Madyarın dövlət xərclərinin azaldılması proqramı çərçivəsində deputatların, nazirlərin və hökumət başçısının maaşlarının əhəmiyyətli dərəcədə azaldılması barədə qanun qəbul edib. Hakim TİSA partiyasının təqdim etdiyi layihə parlamentdə yekdilliklə təsdiqlənib. Qanuna əsasən deputatların maaşları 40% azaldılıb.
Beləliklə, aylıq baza maaşı 2,18 milyon forintdən 1,31 milyon forintə endirilib. Baş nazir Peter Madyarın maaşı isə 7,8 milyon forintdən 3,8 milyon forintə düşürülüb. Bundan əlavə, deputatların mobil rabitə və yanacaq ödənişləri ləğv olunub, ezamiyyət və mehmanxana xərcləri 31%, ofis icarəsi maliyyələşməsi 52%, köməkçilərin əmək haqqı fondu isə 30% azaldılıb. Hökumət bu addımın məqsədinin dövlət idarəçiliyində qənaət, təvazökarlıq və məsuliyyət prinsiplərini gücləndirmək olduğunu bildirib. Məsələni şərh edən iqtisadçı Əli Cabbarov qeyd edib ki, bu qərar büdcə kəsiri ilə üzləşən ölkələr üçün klassik qənaət modelidir. Onun sözlərinə görə, həyata keçirilən ixtisarlar 4 illik parlament dövründə təxminən 50 milyard forint, 139 milyon avro vəsaitə qənaət etməyə imkan verəcək. Ekspert hesab edir ki, Azərbaycanda analoji addımın atılmasına iqtisadi ehtiyac yoxdur. O bildirib ki, ölkənin xarici dövlət borcu aşağı səviyyədədir. Strateji valyuta ehtiyatları artır və dövlət büdcəsi ciddi maliyyə problemi ilə üzləşmir. Əli Cabbarovun sözlərinə görə, Milli Məclisdə cəmi 125 deputat fəaliyyət göstərir və onların saxlanılması üçün ayrılan vəsait dövlət büdcəsinin çox kiçik hissəsini təşkil edir. Buna görə də deputat maaşlarının 40% azaldılması büdcəyə ciddi iqtisadi təsir göstərməyəcək. Bununla belə, ekspert Macarıstan modelindəki bəzi elementlərin, xüsusilə də deputatların müxtəlif imtiyaz və əlavə xərclərinin optimallaşdırılmasının gələcəkdə Azərbaycanda şəffaflığın artırılması baxımından müzakirə oluna biləcəyini bildirib. Onun fikrincə, deputat maaşlarının kəskin azaldılması isə hazırda Azərbaycanın iqtisadi gündəliyində aktual məsələ deyil. Müğənni Afət Fərmanqızı məhkəmədə qalib gəlib. Bu barədə Oxu 24 Coma müğənni özü bildirib. Aylar öncə tanımadığım Nicat Mustafayev adlı şəxs tərəfindən Tovuz rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət olundum. Məhkəmə mənim xeyrimə qərar çıxardı. Həmin şəxs daha sonra Gəncə Apellyasiya məhkəməsinə şikayət etdi. Həmin məhkəmədə də qalib gəldim. Onun iddiası rədd edildi. Ədalətli qərarlara görə məhkəmələrə və hakimlərə təşəkkür edirəm. Vəkilim Rəşad Abdullayevdir. Ona da öz təşəkkürümü bildirirəm, deyə müğənni bildirib. Şabranda mənzilə basqın edərək evin xanımını öldürüb, ərinə ağır xəsarət yetirməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun 2 il davam edən məhkəmə araşdırması başa çatıb. Nocoment Azın xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması 2010-2024-də ağırlaşdırıcı hal kimi qeydə alınıb. Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər. Cinayətin ağırlığı nəzərə alınaraq Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.